Nihat mənim dediyim kimi ən pis vaxtıma gəlmişdi və ətrafdan hər hansı bir əməldir falandır, nə olunurdusa, o plasentadan keçib və uşağımın bütün o DNK-sına qədər hopmuşdu. Ona görə o doğulanda artıq problemli idi. Doğuşun vaxtı belə artıq problemli idi. Yəni üzr istəyirəm, 17 saat bir doğuş çəkərmi? Yəni uşaq artıq kislorodsuz qalmışdı və s. Orada belə artıq beyin zədəsi almışdı. Ondan başlayırdı hər şey. Deyəcəksiniz ki, bu təsadüfdür. Kimlərsə günahkardır. Yəni o günahkardır, bu günahkardır. Xeyr, bu olmalı idi. Xüsusi bir sistem var ki, yəni planetlər olsun, ulduzlar olsun, bizim numeroloji rəqəmlərimiz olsun, bizim astroloji, nə bilim, o bürclərdir falandır. Doğulduğumuz ay, doğulduğumuz saat, yəni hər bir şey öncədən planlaşdırılır ki, bu ruh bu saatda məsəl üçün dünyaya gələcək.